Əziz izləyicilər, bir çox insan qısa zaman ərzində zəngin olmaq istəyir. Lakin bu elə də asan bir yol deyil. Amma səhm bazarında elə fürsətlər var ki, siz onları zamanında dəyərləndirib doğru yatırım etsəniz, qısa zaman ərzində kiçik vəsaitlərdən, kiçik investisiyalardan böyük gəlir əldə edə bilərsiniz. Diqqət edin, bu video çəkilərkən 2024-cü ilin mart ayı idi və mən həmin videoda gələcəyə yatırım etmək istəyirsinizsə, kvant sektorundakı, kvant computing sektorundakı şirkətlərə diqqət edə bilərsiniz deyə qeyd edirdim. Gələcək üçün böyük potensial vəd edən sektorlardan biri də kvant kompüter sahəsidir. Hansı ki, bu sektorda olan şirkətlərin hal-hazırda səhmləri çox ucuzdur. Və həmin vaxtı bu sektorda olan səhmlərin qiyməti $1, hətta $1 altında idi belə. Lakin təxminən 1 il yarım ərzində həmin sektorda olan səhmlərin qiyməti təxminən 3000%-dən daha çox dəyər qazanmış oldu. Siz həmin vaxtı yatırım etsəydiniz, hörmətli izləyicilər, çox böyük gəlir əldə edə bilərdiniz. Bu, asimetrik investisiya adlanır. Əgər siz maliyyə bazarlarında uğurlu olmaq istəyirsinizsə, mütləq şəkildə asimetrik investisiyanı öyrənməlisiniz. Asimetrik investisiya maliyyə bazarlarından az bir risklə, kiçik bir yatırımla böyük bir gəlir əldə etmə imkanı verir. Əgər siz asimetrik investisiyanın nə olduğunu öyrənmək istəyirsinizsə, o zaman AzFinLab'ın təlimlərinə qoşulun və maliyyə bazarlarında doğru yatırımı öyrənin.